İmtahanla əlaqədar doğrudan ciddi problem var taksi sürücülərinin. Nədir o problem? Problem odur ki, məsəl üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, belə deyək də, bu məsələlər başlayanda təhsili Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi keçirdi, imtahanı da onlar götürürdü. Aha. Və cəmi sürücünün çıxacağı məbləğ Aha. hər bir halda 76 manat pul olurdu. 76 manat 40 qəpik, 40 qəpik də bank pulu da belə deyil. Hə, yaxşı. O qədər pul çıxırdı 76 manat. Sonraki dövlət imtahan mərkəzinə veriləndən sonra nə? İmtahan verilir. Təsəvvürən təhsil Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi keçir. İmtahanı başa. İmtahanı dövlət imtahan mərkəzi götürür və əlavə olaraq da 76 manat təhsilə sürücü verir. Daha sonra dövlət imtahan mərkəzi də 35 manat alır. Mən demirəm niyə alır, nə alır. Orada çünki indi işçilər var, falan var, buna vaxt ayırırlar öz yerində. Amma 76 manat sürücünün pulu çıxır. Əlavə bunu imtahanı demə verməklə dövlət imtahan mərkəzi 35 manat həm sürücü burdan əlavə xərcə düşür. Plus da əlavə olaraq da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin öhdəsində olanda bu məsələ, bu belə deyək də, təhsil şəhadətnaməsinin sertifikatı daha tez. İndi sürücülər sertifikat deyil onlar. Əslində taksi şəhadətnaməsidir o. Bəli. Daha tez əldə edirdilər. Bəli. Amma demə verəndən sonra sürücülər artıq problem nə, təhsil alır 1 ay, hətta 2 ay yaxın gözləməli olurlar ki, dövlət imtahan mərkəzində müəyyən sürücü sayı toplumu yığılandan sonra bunlar imtahan keçirəcək. Aha. Və sürücü gedib imtahanı verəcək. İmtahanı verəndən sonra da o təhsil şəhadətnaməsi fiziki olaraq da bir də görürsüz, müəyyən sənədləri skan edib aynan portalına daxil etmək lazım olur. Bəli. Biliyorsunuz sənədin özü müəyyən vaxtlar olur ki, lazım olur. Yəni ki, onlayn formada WhatsApp PDF formasını götürmək bir də görürsüz əlverişli olmur. Yəni taksi sürücüsü hər hansısa bir taksi fəaliyyətində məşğul olmaq istəyən təhsil alanından sonra kifayət qədər neçə ay vaxt keçirir, itirir və burada da müəyyən saxtalaşdırma işləri belə deyək də artıq baş vermiş olur. Aha.